Enerji infrastrukturunun müasir tələblər əsasında qurulması prioritet təşkil edir və bu istiqamətdə mərhələli şəkildə geniş miqyaslı layihələr icra olunur. Bu fikirlər Xankəndidə keçirilən enerji təminatı məsələləri üzrə işçi qrupunun növbəti iclasında səsləndirilib. Tədbirdə Xankəndi, Ağdərə və Xocalıda, həmçinin işğaldan azad olunan digər ərazilərdə qazlaşdırılma prosesinə dair təqdimat edilib, görüləcək işlər barədə məlumat verilib. Eləcə də kiçik su elektrik stansiyalarının, yeni yarımstansiyaların, ötürücü və paylayıcı xətlərin tikintisi, mövcud şəbəkələrin yenidən qurulması və dayanıqlı enerji təminatının yaradılması məqsədi ilə həyata keçirilən tədbirlər, yaşıl enerji zonası konsepsiyasına uyğun layihələrin icrası ilə bağlı görülən işlər müzakirə edilib. Bu məsələlərin həlli istiqamətində müvafiq qərarlar qəbul olunub. İşğaldan azad olunmuş ərazilər bildiyiniz kimi Azərbaycanda birinci yaşıl enerji zonası elan edilmişdir və ilk zonadır ki, Azərbaycanda ilk ərazidir ki, xalis sıfır öhdəliyi götürülüb 2050-ci ilə qədər. Artıq Qarabağda hal-hazırda istehsal təqribən istehlak belə deyək 40 megavatın altındadır. Amma elektrik enerjisi istehsalı 100 megavatın üzərindədir. Yəni Qarabağ düzdür, Azərbaycan daxilində ixrac-ixracdan danışmaq olmaz, amma regionlar arası münasibətlərə baxanda hal-hazırda Qarabağ nəinki öz-özünü yaşıl elektronlarla təmin edir, hətta bunu ölkəmizin digər yerlərinə də ötürmüş olur.